Bonjour à tous. Bugün 27 aprel 2025-ci il 9-cu sinif şagirdlərinə buraxılış imtahanda düşən suallar və onların izahları ilə tanış olacağıq. Videonun izahına keçmədən öncə, əgər siz də buraxılış imtahanında yaxşı nəticə əldə etmək istəyirsinizsə, sizlərə belə bir test vəsaiti təqdim edirəm. Test vəsaitinin içərisində 30 variantda sınaq toplusu var, cavabları və dinləmə mətnləri də mövcuddur. Bu sınaqları işləyərək imtahanda daha yaxşı nəticə əldə edə bilərsiniz. Suallar, testlər, mətnlər tamamilə yeni model test tapşırıqlarına uyğun şəkildə hazırlanmışdır. İndi isə deməli suallara və mətnlərə keçirik. İlk öncə dinləmə mətni ilə tanış olacağıq. Dinləmə mətnini YouTube-da yerləşdirmişəm. Bu videonun altında linkini təkrar sizlər üçün paylaşacağım. İstəsəniz dinləyə bilərsiniz. Əgər hazırsınızsa, on commence. Başlayırıq. C'est parti. İlk öncə dinləmə mətni ilə tanış olaq. Le métier de nounou de panda est très rare et unique. Panda baxıcısı peşəsi çox nadir və unikaldır. Les nounous travaillent dans les centres de protection des pandas en Chine. Panda baxıcıları Çində panda qoruma mərkəzlərində çalışırlar. C'est un travail difficile mais très intéressant. Bu çox çətin, amma çox maraqlı bir işdir. Les pandas ne peuvent pas vivre seuls et les nounous les aident. Pandalar tək başına yaşaya bilmirlər və baxıcılar onlara kömək edirlər. Chaque jour, les nounous nourrissent les pandas. Hər gün baxıcılar pandaları yedirir, yemləyir. Jouent avec eux et nettoient leur habitat pour les aider à rester en bonne forme. Onlarla oynayır və sağlam qalmaq üçün onların yaşayış yerlərini təmizləyirlər. Elles soignent tous les pandas. Onlar bütün pandalara qulluq edirlər. Elles doivent être patientes et gentilles. Onlar deməli səbirli və mehriban olmalıdırlar. Car les pandas sont des animaux qui aiment l'attention. Çünki pandalar diqqəti sevən heyvanlardır. Ils ont besoin d'attention et de soins. Onların diqqətə və qayğıya ehtiyacı var. L'une des responsabilités importantes de la nounou de panda est d'aider les pandas à bien s'hydrater, surtout pendant les journées chaudes. Panda baxıcısının mühüm vəzifələrindən biri də isti günlərdə pandaların kifayət qədər su içməsinə kömək etməkdir. Ce métier n'est pas très fréquent dans le monde. Bu peşə dünyada çox yayılmış peşə deyil. Mais il est très important pour protéger cette espèce en danger. Amma bu nəsli kəsilməkdə olan növü qorumaq üçün çox vacibdir. Grâce au travail des nounous, les pandas peuvent vivre longtemps dans de bonnes conditions. Baxıcıların sayəsində pandalar uzun müddət yaxşı şəraitdə yaşaya bilirlər. İndi isə suallara baxaq. 1. Choisissez l'idée correcte d'après le texte. Mətnə görə düzgün ideyanı seçin. La nounou de panda n'est pas un métier difficile. Panda baxıcısı peşəsi çətin peşə deyil. Doğru cavab deyil, çünki mətndə deyir ki, c'est un travail difficile, bu çətin peşədir, mais très intéressant, amma çox maraqlıdır. B. Nounou de panda soignent les pandas dans les zoos. Panda nunuları, yəni baxıcıları, zooparkdakı pandalara qulluq edirlər. Xeyr, mətndə zooparkın adı keçmir. Səhvdir. C. Nounou de panda nourrit les pandas et joue avec eux. Panda nunuları, baxıcıları onları yedirdir və onlarla oynayır. Bəli, doğru cavab budur. Bu cümlə mətndə var idi. D. Nounou de panda apprend aux pandas à vivre seul. Panda nunuları onlara tək yaşamağa kömək edir. Tək yaşamağa kömək edir, yox, tək yaşamağı öyrədir. Mətndə deyir ki, les pandas ne peuvent pas vivre seul et les nounous les aident. Pandalar tək yaşaya bilmir, nunular onlara kömək edir. Yəni kömək edir, amma onlara öyrətmir ki, tək yaşasınlar. Bu da səhvdir. Y. Les nounous de panda travaillent uniquement avec des bébés pandas. Nunular deməli bəbə pandalarla, yəni uşaq yəni çağa pandalarla, təkcə onlarla məşğul olurlar. Xeyr, nunular orada bütün pandalarla məşğul olurlar. Çünki mətndə var idi ki, elles soignent tous les pandas. Onlar bütün pandalara qulluq edirlər. Deməli doğru cavabımız oldu C bəndi. 2. Les nounous de panda doivent être. Panda nunuları, yəni dayələri olmalıdır. Patient et gentil. Mətndə bu iki sifətin adı keçir, səbirli, bir də gentil də mehriban. 3. Quelle est l'une des responsabilités principales de nounou de panda? Panda nunusunun ən mühüm deməli məsuliyyətlərindən, belə deyək də, vəzifələrindən
öhdəliklərindən biri hansıdır? Amener les pandas dans les hôpitaux. Pandaları xəstəxanalara aparmaq. Xeyr, belə bir şey yox idi mətndə. B. Construire des maisons pour les pandas. Pandalar üçün evlər tikmək səhvdir, bu da yox idi. C. Aider les pandas à s'hydrater. Pandalara su içməyə kömək eləmək. S'hydrater feili su içmək deməkdir. Yəni boire və prendre feillərinin sinonim ola bilir. Doğru cavab elə budur. D. Organiser des fêtes pour les pandas. Pandalar üçün bayram təşkil etmək. Xeyr, mətndə bu yox idi. Y. Apprendre aux pandas à chercher leur propre nourriture. Pandalara öz şəxsi, yəni qidalarını tapmaqda kömək eləmək. Belə bir cümlə də mətndə yox idi. Doğru cavab C. 4. Choisissez si c'est vrai ou faux. Seçin, səhvdir yoxsa doğrudur. 1. La nounou de panda doit nettoyer l'habitat des pandas. Panda baxıcısı pandaların yaşayış yerlərini təmizləməlidir. Bəli, bu cümlə mətndə var idi. Doğru cavab kimi götürürük. 2. Les pandas sont des animaux qui n'aiment pas l'attention. Pandalar diqqəti sevməyən heyvanlardır. Xeyr, bu səhvdir. Çünki mətndə deyir ki, pandalar diqqəti, qayğını sevən heyvanlardır. Deməli, bunu səhvə yazacağıq, faux-ya yazırıq. 3. Le métier de nounou de panda est l'un des plus fréquents au monde. Panda nunusu peşəsi dünyada çox, yəni yayılmış peşədir. Deməli, çox yayılıb dünyada. Xeyr, belə deyil. Tam əksinə dünyada yəni az, yəni az yayılıb, nadir rast gəlinən peşələrdən biridir. Çində falan olur. Deməli, bu da səhvdir. Foya yazırıq. 4. La nounou de panda aide les pandas à rester en bonne santé. Panda nunuları onlara sağlam vəziyyətdə, yəni sağlam qalmağa kömək edir. Bəli, bu da doğrudur. Bunu da yazırıq vrai-yə. Deməli, 1 ilə 4 oldu vrai, 2 ilə 3 də oldu faux. Dinləmə mətni haqqında bu qədər. İndi keçirik 3 balaca, yəni qısa mətnlərə. 3 mətnə bir şərt verilib. Lisez les courts textes et choisissez les bons séries de 5 à 7. Qısa mətnləri oxuyun və 5-dən 7-yə düzgün cavabları seçin. Biz yalnız düzgün cavabları seçəcəyik. 5. Birinci qısa mətnə baxırıq. Le zoo de la ville est ouvert tous les jours de 9h à deməli 17h. Non, pardon, 18h. Şəhər zooparkı deyir, səhər deməli 9-dan axşam saat 18-ə, yəni 6-ya qədər bütün günü açıq olur. On peut voir des animaux, deməli, comme des lions, orada deməli, heyvanlar görə bilərik. Hansı heyvanları? Des lions, şirləri görə bilərik, görmək olar. Des éléphants, filləri, des girafes, zürafələri, même des pingouins, hətta pingvinlər də. Il y a aussi une salle de jeu, deyir, bir oyun otağı da var. Pour les enfants, uşaqlar üçün bir oyun otağı da var və un petit restaurant, balaca da bir restoran var bu zooparkda. İndi baxaq variantlara. A. Le zoo ouvre à 8h. Zoopark saat 8-də açılır. Xeyr, 9-da açılırdı. Bu cavab səhvdir. B. On peut jouer au zoo. Zooparkda oynamaq olar. Bəli, doğrudur. Sonuncu cümlədə deyir ki, il y a aussi une salle de jeu, yəni oyun otağı var pour les enfants, uşaqlar üçün. Deməli, oyun otağı varsa oynamaq olar. Bu cavab doğrudur. Digər variantlarda hər ehtimal baxaq. C. Le zoo n'a pas de restaurant. Zooparkın restoranı yoxdur. Xeyr, ən sonda deyir ki, restoranı, balaca bir restoranı var. D. Le zoo est ouvert uniquement le weekend. Zoopark təkcə həftə sonu açıqdır. Xeyr. Deməli, hər gün saat 9-dan axşam saat 6-ya kimi açıqdır. Bu da səhvdir. Y. Il y a aussi une salle de concert. Konsert zalı da var. Xeyr, konsert zalı deyə bir şey yoxdur mətndə. Belə, deməli, doğru cavabımız nə oldu? B bəndi. B. 6. İkinci qısa mətnə baxırıq. À vendre un vélo vers en bon état prix, deməli, 125 euro. Deməli, burada deyir ki, satılası bir velosiped var. Yaşıl bir velosipeddir, yaxşı vəziyyətdədir. Qiyməti də 125 evrodur. Kontaktez moi, mənimlə əlaqə yaradın, telefon nömrəsini verir və axırda merci, təşəkkür edir. Baxaq, indi düzgün variant nə ola bilər? Le vélo est pour 25 euro, velosiped 125 evroluqdur. Bəli, doğrudur, orada qiymət göstərilir. Doğru cavabımız budur. Digər variantlara da baxıram. B. Le vélo est en très mauvais état. Velosiped çox pis vəziyyətdədir. Xeyr, yaxşı vəziyyətdədir. Orada deyir ki, en bon état, yaxşı vəziyyətdədir. C. Le vélo est gratuit. Velosiped pulsuzdur. Gratuit, pulsuz havayı deməkdir. Xeyr, onun qiyməti 125 evrodur. D. Il y a un vélo à louer. Louer kirayə eləməkdir. Yəni, kirayə etməyə, kiralıq bir velosiped var. Orada kirayə etmək, louer feili yoxdur. Orada vandır. Satılası velosiped yəni var. Satmağa veriblər velosipedi, qoyublar. Y. Le vélo est rouge et vert. Velosiped qırmızı və yaşıldır. Xeyr, velosiped təkcə yaşıl rəngdədir. Belə, deməli, doğru cavabımız nə oldu? A. Və baxırıq sonuncu, üçüncü kiçik mətnə. Alexis Dupont, bu adam adıdır, un collectionneur français, fransız kolleksiyasıcı, possède de 10.000 cartes Pokémon. 10.000 Pokémon kartına, 10.000-dən artıq Pokémon kartına sahibdir. Yəni Pokémon kartı var. Possède elə bir avoir var olmaq feilinə sinonim olur.
var mənasında, yiyələnmək, sahib olmaq kimi gedir. Sa collection comprend des cartes rares. Onun bir kolleksiyası ibarətdir nadir kartlardan. Bir də certains sont évalués à plusieurs milliards d'euros. Bəzilərinin də qiyməti deməli milyon dollardır. Yox, 1000 dollardır, 1050 dollardır. Bir çoxunun qiyməti. Deməli qiymətlidir də. Il consacre beaucoup de temps à rechercher les éditions limitées et les cartes anciennes. Məhdud sayda buraxılan nəşrləri və köhnə kartları axtarmağa çox vaxt sərf edir. Yəni qədim kartları axtarmağa çox vaxt sərf edir. Variantlara baxaq. Alexis Dupont possède une grande collection très précieuse. Alexis Dupont çox qiymətli bir böyük kolleksiyaya sahibdir. Bəli, doğrudur. Çünki orada deyir 10.000 kartı var və bəziləri minlərlə dollardır falan. Demək doğru cavab budur. Digərlərində baxıram. Alexis Dupont a moins de 1100 cartes Pokémon. Alexis Dupont'un deməli mindən artıq, yox, mindən az kartı var. 1100 deməli. Moins de 1100. 1100-dən artıq az kartı var. Belə bir cümlə. C. Alexis Dupont ne passe pas de temps à chercher des cartes. Alexis Dupont kart axtarmağa vaxt sərf eləmir. Bu da səhvdir təbii ki. Alexis Dupont ne collectionne que des cartes récentes. Alexis Dupont ən son kartlar, yalnız ən son kartları toplayır. Xeyr, o ancien, köhnə kartları toplayır. Alexis Dupont n'est pas intéressé par les cartes rares. Nadir kartlarla maraqlanmır. Tam əksinə o köhnə kartlarla maraqlanır. Deməli doğru cavab A bəndi. İndi isə baxırıq böyük mətnə baxırıq. Lisez le texte, faites les exercices de 8 à 12. Mətni oxuyun və 8-dən 12-yə tapşırıqları yerinə yetirin. Chamonix est une station de sport d'hiver touristique situé au pied du Mont Blanc. Chamonix Mont Blanc dağının ətəyində yerləşən turistlər üçün qış idman növləri, deməli, növü stansiyasıdır. On aime Chamonix pour son caractère authentique de village des Alpes. İnsanlar Chamonix'i Alp dağlarının orijinal, yəni otantik kənd atmosferi üçün sevirlər. La commune de Chamonix-Mont-Blanc recouvre du nord au sud 16 villages. Chamonix-Mont-Blanc bələdiyyəsi şimaldan cənuba qədər 16 kəndi əhatə edir. Commune de Chamonix, deməli, Mont-Blanc, Chamonix icması gedəcək burada. İcması qəsəbəsi bu anlamda. On trouve de nombreux hôtels de toutes catégories à Chamonix. Chamonix'də hər kateqoriyaya uyğun çoxlu otellər var. Otellər tapmaq olar. Les premiers Jeux olympiques d'hiver ont eu lieu à Chamonix en 1924. İlk qış olimpiya oyunları 1924-cü ildə Chamonix'də keçirilib. Vous pouvez pratiquer beaucoup de sport à Chamonix. Siz Chamonix'də bir çox idman növləri ilə məşğul ola bilərsiniz. Le ski, xizək, eskalade, dağa dırmaşma, alpinizm. Alpinizm ilə alpinizm gedir. Yəni bu da dağa dırmaşmadır, dağçılıq deyək. Mais si vous n'êtes pas sportif, vous pouvez simplement faire de belles promenades à Chamonix au cœur d'une nature magnifique. Əgər siz idmanla məşğul olmursunuzsa, yəni idmançı deyilsinizsə, sadəcə təbii gözəlliklərdə gəzintilər edə bilərsiniz. Yəni gözəl təbiətdə gəzintilər edə bilərsiniz. L'escalade peut être pratiquée sur de nombreux sites naturels, notamment sur le rocher d'escalade des Gaillards. Qayaya dırmanma bir çox təbii ərazilərdə, xüsusən də Gaillard dırmanma qayasında həyata keçirilə bilər. Yəni orada məşğul olunur. De nombreuses escalades sont ouvertes au public. Çoxlu dırmanma deməli sahələri cəmaata, yəni ictimaiyyətə açıqdır. La vallée de compétition Chamonix s'étend sur une étendue d'environ 17 km de long. Chamonix vadisi təxminən 17 kilometr uzunluğunda bir ərazini əhatə edir. Yəni 17 kilometr uzunluğunda uzanır, davam edir. Le domaine skiable de la vallée de Chamonix est divisé en 4 parties. Bu vadidəki xizək sahəsi 4 hissəyə bölünür. La commune de Chamonix-Mont-Blanc porte le nom de capitale mondiale de l'alpinisme. Chamonix-Mont-Blanc bələdiyyəsi alpinizmin dünya paytaxtı adını daşıyır. Belə mətndə dağçılıqdan, dağdan
Xizəkdən, yəni qış idman növlərindən danışılırdı. Baxırıq suallara. 8. Choisissez la bonne réponse d'après le texte. Mətnə görə düzgün cavabı seçin. La vallée de Chamonix s'étend sur combien de kilomètres de long? Chamonix vadisi neçə kilometr uzunluğunda uzanır? Orada mətndə qeyd olunub 17 kilometr olmalıdır. 17 kilometr. 9. Dans le texte il s'agit, mətndə danışılır. Des sports d'équipe, komanda idmanlarından, des atlet français, fransız atletlərindən, d'une compétition, bir yarışdan, d'une station de l'alpinisme, alpinizm stansiyasından, des Jeux olympiques, olimpiya oyunlarından. Təbii ki, doğru cavab olur d'une station de l'alpinisme, alpinizm stansiyasından. 10. Choisissez idée correcte d'après le texte. Mətnə görə düzgün ideyanı seçin. Chamonix, on trouve beaucoup d'hôtel. Chamonixdə çoxlu otel deməli tapa bilərik. Bəli, bu doğrudur. B. De nombreuses compétitions d'escalade ne sont pas accessibles au public. Bir çox dırmanma yerləri ictimaiyyətə açıq deyil. Yəni dırmanma kompetisyon yarışları, yəni o yarış keçirilən yerlər xalqa, kütləyə açıq deyil. Seulement les alpinistes peuvent venir à Chamonix. Ancaq alpinistlər, yəni dağçılar Chamonixə gələ bilər. Səhvdir. D. Les premiers Jeux olympiques d'été ont eu à Chamonix en 1924. İlk yay olimpiya oyunları 1924-cü ildə Chamonixdə keçirilib. Xeyr, qış olimpiya oyunları keçirilmişdi. Səhvdir. La commune de Chamonix-Mont-Blanc se compose de 26 villages. Deməli, Chamonix-Mont-Blanc qəsəbəsi, kommunası 26 kənddən ibarətdir. 26 xeyr, orada 16 kənddən ibarət idi. Deməli, bu da səhvdir. Təbii ki, doğru cavabımız oldu A bəndi. 11. Quelle idée n'est pas donnée dans le texte? Hansı ideya mətndə verilməyib? On peut pratiquer beaucoup de sport à Chamonix. Chamonixdə çoxlu idmanlarla məşğul olmaq olar. Bəli, bu doğrudur. Mətndə yazılıb onlar. Deməli, ski, xizəklə, eskalad, dağa dırmaşma, alpinizm, dağçılıq və s. məşğul olmaq olar. Və baxırıq B. Les sites naturels sont un bon choix pour l'escalade. Təbii yerlər, yəni ərazilər dırmanma üçün, dırmaşmaq üçün yaxşı bir bon choix, yaxşı seçimdir. Deməli, bu ideyada mətndə mənə gəlir ki, bu da ne pardon verilmir. Bu da var idi, hə, dırmaşmaqdan danışılır. C. Sur la vallée de Chamonix, il y a 4 parties skiables. Chamonix vadisində 4 deməli ski hissəsi var. Bəli, bu da doğrudur. Mətndə sonundan ikinci cümlədə o var. Le domaine skiable de vallée de Chamonix est divisé en 4 parties. 4 hissəyə bölünür deyilir. D. Chamonix est une destination touristique en été. Chamonix yay üçün, yəni bir turistik istiqamətli, mərkəzli bir yerdir. Xeyr, qış üçündür. Bax, bu ideya yoxdur mətndə. Deməli, bax, burada bu ideya verilməyib. Bu səhv, elə doğru cavabımız bizim budur. Çünki bu cavab səhvdir. Digər variantlar mətndə verilib. Y-yə baxırıq. La commune de Chamonix-Mont-Blanc et la capitale mondiale de l'alpinisme. Mont-Blanc, Chamonix kommunası alpinizmin paytaxtı, dünya alpinizmin paytaxtıdır. Bəli, bu da bu fikirdə mətndə var idi. Deməli, doğru cavabımız nə oldu? D bəndi. 12-ci suala baxırıq. Choisissez les bonnes idées d'après le texte. Mətnə görə doğru fikirləri seçin. Chamonix est un endroit touristique. Chamonix turistik bir yerdir. Bəli, doğrudur. Elə birinci cümlədə bu fikir var. Chamonix est une station de sport d'hiver touristique. Bu var. 2. Chamonix n'a pas une nature remarquable. Chamonix'in deyir diqqətə layiq, yəni belə görülməli bir təbiəti yoxdur. Təbii ki, var. 3. Chamonix se trouve à côté des montagnes. Chamonix dağların yanında yerləşir. Bəli, doğrudur. Les Jeux olympiques d'hiver ont eu lieu 2 fois à Chamonix. Chamonixdə 2 dəfə qış olimpiya oyunları keçirilib. Deməli, doğru cavabımız olacaq 1 ilə 3. Chamonix est un endroit turistik bir yerdir. Chamonix se trouve à côté des montagnes, dağların yanında yerləşir. 1-3 doğru cavabdır. Beləcə mətnlər qutardı. Artıq keçirik qrammatik test tapşırıqlarının izahına. 13. Il fait 38 degrés au-dessus du zéro. 38 dərəcə istidir. Yəni, au-dessus du zéro sıfırın üzərində, yəni müsbət 38 dərəcəni göstərmək üçün belə deyilir. Je voudrais boire de l'eau. Mən su içmək istəyirəm. Deməli, A bəndə j'ai froid, mənə soyuqdur. B, il fait mauvais, hava pisdir. C, j'ai chaud, mənə istidir. D, je n'ai plus soif, mən artıq
susuz deyiləm. Je peur, mən qorxuram. Təbii ki, doğru cavab olacaq C bəndi. Je chaud, mənə istidir. 38 dərəcə isti var. Mən deyir, su içmək istəyirəm. Je chaud, mənə istidir. 14. Il se dirige nöqtə la gare. Burada se dirige, yönəlmək feilindən sonra 3 nöqtə var. Deməli, doğru cavab olacaq vers. Çünki se dirigedən sonra vers sözünüsü işlənir. Vers tərəf yaxın deməkdir. Se dirige vers la gare. Vağzala tərəf yönəlmək. Il se dirige vers la gare, o vağzala tərəf yönəlir. 15. Pronom əndefini deyir ki, qeyri-müəyyən əvəzliyi seçin. Baxırıq, A bəndə, el voit partout des fleurs, hər yerdə güllər görünür. Burada el şəxs əvəzliyidir, doğru cavab deyil. B, nous voyons partout des enfants, biz hər yerdə uşaqlar görürük. Nu, şəxs əvəzliyi var, səhvdir. C, il voit partout des arbres verts, hər yerdə yaşıl ağaclar, onlar hər yerdə yaşıl ağaclar görürlər. Burada da il şəxs əvəzliyidir. D, il voit partout des magasins, o hər yerdə mağazalar görür. Il yenə şəxs əvəzliyidir. Doğru cavab Y bəndə, on voit partout des livres, hər yerdə kitablar görürük. 10 qeyri-müəyyən əvəzlikdir, pronom əndefinidir. Və 10 qeyri-müəyyən əvəzindən sonra fransız dilində feil 3-cü şəxsin təkində yazılır. Yəni, il, el şəxsində olduğu kimi. 16. Heureusement, il s'est déjà guéri. Xoşbəxtlikdən deyir, o artıq deyir, sağalıb. Il va, təbii ki, doğru cavab ola bilər mieux. Il va mieux, o daha yaxşıdır. Yəni, özünü daha yaxşı hiss edir o mənada. Digər cavablar hamısı səhvdir. 17. Sandra part ce soir. Sandra bu axşam yola düşür. Ce soir bu axşam sözünün altından xətt çəkilir. Biz ona sual verməliyik. Ce soir bu axşam sual veririk ki, nə zaman? Quand Sandra partir. Sandra nə zaman yola düşür? Deməli, doğru cavab Y. 18. Les branches des arbres, 3 nöqtə, des feuilles. Ağacların deyir, branş, budaqları, deməli, feuille yarpaqdır. Burada se couvre, örtülüb feil olmalıdır. Çünki bu feillərdən bir dənə se couvrir, örtülmək feilindən sonra de işlənir. Digər feillər se rencontrer, rast gəlmək, se monter, qalxmaq, se saluer, salamlaşmaq, se laver, əl üzünü yumaq, tərcümə etibarilə düzgün gəlmirlər və bu feillərdən sonra de işlənmir. Les branches des arbres se couvrent des feuilles. Ağacların budaqları yarpaqlarla örtülüb. Se couvrir de örtülmək. 19. Aktrisa sözü qadın cinsindədir. Ona görə qabağında set 2 olmalıdır. Set aktris a joué, bu aktrisa oynadı. Rol sözü də kişi cinsindədir. Yəni le rol deməliyik. Le rol prinsipal, yəni baş rolu, əsas rolu. Dans notre nouvelle pièce, bizim yeni piyesimizdə. 20. Deməli 3 nöqtə, 2 jours que j'ai quitté le pays. 2 gün ki mən tərk elədim ölkəni. Quitter le pays, ölkəni tərk eləmək. Burada ilya ola bilər doğru cavab. Çünki ilyadan sonra keçmiş zaman işlənir. Dan olanda həm indiki, həm gələcək zaman işlənə bilər. Jusqu'à quand, bunlar da pandan cümləyə uyğun gəlmir. Və cavab olmalıdır ilya. Çünki bir dənə ilyadan sonra dediyim kimi passé composé işlənir. Orada j'ai quitté, mən tərk etdim, bu keçmiş zamandır. O baxımdan biz keçmişi bildirən zaman zərfi seçməliyik. İlya 2 jours que, 2 gün var ki, j'ai quitté le pays, mən ölkəni tərk etdim. 21. J'ai lu 4 romans français, mən 4 fransız romanı oxudum. Roman était très intéressant, roman çox maraqlı idi. Burada romandan söhbət gedir, roman kişi cinsindədir və cəmdədir. C bəndində la première yazıldığına görə qadın cinsindədir, bu cavab səhvdir. Y-də premierin axırında yenə E var, qadın cinsindədir, səhvdir. A bəndi le cinquième kişi cinsindədir, amma bunu seçə bilmirik, tərcümə baxımından düz gəlmir. Mən 4 roman oxudum, 5-cisi le cinquième roman était très intéressant, 5-ci roman çox maraqlı idi. Bunu da belə demirik, məntiqi baxımdan səhv sayılır. Second, bu da yenə olmur. Deməli, burada olmalıdır le deuxième, ikinci. Le deuxième roman était très intéressant. 4 roman oxudum. İkinci roman maraqlı idi. Secondun qarşısında orada artikel olmur. Yəni onu da seçmirik. Deməli doğru cavabımız oldu D. 22. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Paris est la nöqtə ville de la France. Burada la ville sözünün qabağında 3 nöqtə var. Cümlə üstünlük dərəcəsindədir. Olmalıdır plus grande. Paris est la plus grande ville de la France. Paris Fransanın ən böyük şəhəridir. Qadın cinsindədir, seçməliyik. Plus grand, digər cavablar aussi grand olmaz. Très grand, bu da moyen, asi heç bir uyğun gəlmir. Ümumiyyətlə, D və Y bəndində grand sözü kişi cinsində verilib, amma vil qadındır, o variantları seçə bilmirik. C bəndi très olanda bu üstünlük dərəcəsində işlənmir. Y-də aussi grand olarsa gərək orada kö olsun. Bizim cümləmiz üstünlük dərəcəsində olduğuna görə plus grande qoymalıyıq. Paris la plus grande ville de la France. Paris Fransanın ən böyük şəhəridir. 23. Intrus. Choisissez intrus. L'intrus yad deməkdir. Yəni yad sözü seçməliyik. L'œil göz deməkdir. La bouche ağız. L'oreille qulaq. Le nez burun. Bunlar hamısı bədən üzvləridir.
Amma Y bəndi lamuş milçək deməkdir. Deməli 4 söz bədən üzvüdür. Y bəndində milçək bu həşəratdır. Yad söz elə bu olur, eyni qəbilədən olmur. 24 contraire deyir. Sözün antonimini seçin. Contraire du mot souligner, altına xətt çəkən sözün antonimini seçin. Ces pommes sont mauvaises, bu almalar pisdir. Mauvaise pis deməkdir. Ne le manger pas, onları yeməyin. Biz indi mauvaise sifətinin, pis sifətinin antonimini seçməliyik. Yəni contraire, əksini. Bu da olacaq deməli yaxşı sözü. Yaxşı da bon olmalıdır. Ruj qırmızıdır. B bəndində də bon sözü var. B bəndi olmur. Çünki mauvaise sifəti qadın cinsinin cəmində verildiyinə görə biz onun antonimini də qadın cinsində cəmdə götürməliyik. O da bonnes yazılan variant olmalıdır. D bəndi. Petit balacadır. Meilleur da daha yaxşıdır. Bununla meilleur antonim olmurlar. Meilleurlə pire olur antonim. Və unutmayın ki, əgər bir sözün altından xətt çəkilərsə ki, bunun ekvivalentini, yəni sinonimini yaxud contraire əksini, antonimini seçin. Bu zaman həmin altından xətt çəkən sözə diqqət eləmək lazımdır. O söz sizə kişi cinsində verilibsə, onun antonimi kişi, qadında verilibsə antonimi və yaxud sinonimi qadın, təkdə, cəmdə seçmək lazımdır. Və nəhayət 25-ci sual, complété par la bonne série, düzgün seriyə tamamlayın. Qu'est-ce qu'il y a à la télé ce soir? Bu axşam televizorda deyir, nə var? Un match de futbol yarışı, bəli, bu ola bilər. 2. Un taxi devant le théâtre. Teatrın qarşısında bir taksi. Xeyr, bunun əlaqəsi yoxdur. 3. Une table pour 5 personnes. 5 nəfərlik stol. Xeyr, bu da düzgün cavab deyil. 4. L'émission de la musique, musiqi verilişi. Bəli, bu doğru cavab olar. Deməli, doğru cavabımız oldu 1 və 4. 26-cı sualda isə şəkil üzrə esse yazmaq verilib. Bu şəkil üzrə esseni mən YouTube-da yerləşdirmişəm günlər əvvəl və bu videonun altında həmin linki təkrar sizlər üçün paylaşacağım. Oradan esse ilə tanış ola bilərsiniz. Bugünlük bu qədər əziz abituriyentlər. Ümid edirəm bu video sizin üçün faydalı olacaq. Əgər videonu faydalı hesab edirsinizsə, like edərək əməyimə hörmət əlaməti olaraq mənə təşəkkür edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. A bientôt. Hələlik.